Özünüzü təqdim edin. Aynur Sultanlı Belçikadan. Svetlana Şükürlü Belçikadan. Mina Hüseynzadə Belçikadan. Düşərgə sizin üçün necə yadda qaldı? Mənim üçün çox yaxşı yadda qaldı. Əsas da Şuşaya gedəndə, Şuşanın dağları və Şuşadan da başqa uşaqlarla tanış olmaq mənim üçün çox yaxşı yadımda qaldı. Mənim üçün də burada çox gənclər, çox mülayim bizlə oldular. Hamısına çox sağ ol bildirirəm. Çox sevdim bizə Qarabağa, yəni geridən döndük. Hər kəsə də təşəkkür bildirirəm. Mənim üçün də gözəl dostluqlarla yadımda qaldı. Çox təzə Azərbaycan haqqında çox təzə şeylər öyrəndim. Məlumatlar öyrəndim. Belədir də. Düşərgə ərzində hansı panel daha çox yadda qaldı? Belə bütün panellər maraqlı idi, amma deyərdim ki, o IT əlaqəsi ilə panel mənim üçün çox yadımda qaldı. Çünki biz gəncik və AI ilə çox məşğul oluruq. Mənim üçün də öylə. Mənim üçün şəhidlərlə olan, şəhid ailələri ilə olan günlər yadımda qaldı. Elə. Çox sağ olun. Siz də sağ olun.